Qulaq asın. O Beker var ha, Hı Almaniyanın. hı. Onun çox xahiş edirəm, baxın, onun bir bağı var. Balaca bir Yonsa bağı var. Prezident olub öyün yıxılması da Almaniya kimi dövlətinə. Ay cırılmış qarnı doymurmu ha bu? Bu millətin qarnı doymurmu ha? Haklısınız. Bəsdir də. Bu ölkə düzəlməlidir, başqa yolu yoxdur xanım. Ay Yol insanlar, ayıq olun. Yolu nədir sizcə? Yolu düzgünlük, haqq, ədalət və düzgün yol seçməli. Yaxşı kadrlar yetişdirilməli. Xaricdə oxuyan tələbələrin hamısı gəlib vəzifəyə yerləşdirilməlidir. Bu mənim xalam oğludur, bu mənim qohumumdur, bu mənim bacanağımdır, yerləşdirilməməlidir. Onda vətənimiz əsl vətən olacaqdır. Gənclərə arzu edirəm. Gənclərimiz çox savadlıdırlar. Əziz gənclər, gənclərimizin çoxu da mən çox baxıram, ay oğul, narkomaniyaya qoşulub. Hı hı. Ay oğul, o ən pis yoldur. İndi narkomaniya rayonlarda başalıb gedib. Hı hı. Mən Gədəbəyliyəm. O dağ rayonunda narkomaniya nə də orada Rəşid müəllim, bir dənə sual verəcəm. Mən normalda ixtisasım genetikdir. Mən ay nə gözəl. dizayner Yəni sonradan o bəlkə sualı verən qız səni mən sizi dinlədim elə orada bütün diqqətimlə. Rəşid müəllim, Bakı Dövlət Universitetində mənim elmə olan sevgimi qəribə formada azaltdılar. Amma sonrakı marağım heç bir zaman ölmədi. Niyə dünyada elmin dəb olduğu zamanda Azərbaycanda elm dəbdə deyil və elmə investisiya eləmirlər? Onu bizim deputatlardan soruş denən. Bunun üçün hara Elmə nə qədər müraciət pul? eləmək lazımdır? Xanım, elmə nə qədər pul qoysa. Bax, Amerikanlar elmə, təhsilə büdcəsinin, trilyonlarla büdcəsinin bunu bilirəm. 13,5%-ni qoyurlar. Sənki neçə faiz? Niyə bizdə belə deyil? Biz elmi sevmirik. Xanım, mən dediklərimə inanmır insanlar. Ben sana bir şey söyleyeyim. Benim atam anamdı da. Andolsun Allah. Benim bir kardeşim vardı. Çok üzül istedim. Çok savadlı. Özde Moskvada zaten aspirantura girmişti. Özde öz rəhbərini tənqid eləmiş. Saverensk, akademik Saverenskini tənqid eləyib. Ki sən düz demirsən, belədir. Təcrübədə də sübut eləyib. Diyorum, ay sən Azərbaycanda olsa sənin başını kəsərlər, öyün yıxılmasın. Öz rəhbərini də tənqid eləyib. Yəni xanım, nədə söhbət eləyirdik biz? Elmin investisiya. Elm xanım. Elmi sevmir bizim millət. Hörmətli olmayıb sizcə? Ha? Elmlə məşğul olan adam hörmətli olmayıb ona görə. Olub yox xanım. Pullu bəs. Onlar da fərqli olublar. Nə pul olacaq? Elmə nə pul? Bəs onu deyirəm də, elmdə pul olmayıb deyə hörmətli olmayıb. Görür ki, bax gedir o adam, mağazında oturur, onu bunu alladır, pul qazanır, onun kostyumu yaxşıdır. Hə, onu deyirəm. O çox pul xərcləyir. Ona görə hamı hara getdi? Elmin adamının Ticarət. qəşəng kostyumu olmayıb da onda. Yox, əşi, nəsə. Bax ona görə hörmətli olmayıb. Hörmət olanmaz xanım. Nə hörmət, nə tərör. O adam biznesmendir, o adam kolxoz sədridir. Kolxoz sədrinin varı dövləti çoxdur. Amma o müəllimin nə 300 manat pul alır da müəllim, nə? Gənə o kəndçidən bunlar yaxşı yaşayırlar da. Pulusa da var. Pulusa da görürdülər. Onlar heç pul görmür. Məsəl üçün bu elmə investisiya eləməməyimizin səbəbi, mən bir dəfə oxumuşdum ki, siz deyirsiniz ki, mənim vəsiyyətim odur ki, yod iyonlaşdırılsın. Bəli. Yod çatışmazlığı indiki xəstəliklərə səbəbdir. Yaddaşsızlıq ki, mən də yaşayıram yaddaşsızlıq və mənim ətrafımda hər kəs yaşayır. Yodu iyonlaşdırmaq çoxmu bahalı bir prosesdir? Yox xanım, eləyiblər. Ki bizim gücümüz çatmır buna dövlət olaraq. Yox xanım, eləyiblər bunu. Şveysariya alimlər eləyib. Onu bilirsən nətərdir xanım? Dünyanın 1/3-də yod çatışmır. Aha. Hər sutkada adama 100-300 pikogram yod lazımdır. Aha. Yoddan da tiroksin əmələ gəlir. Bəli. Tiroksindən də beynin üzərində miyelin qışası, miyelin dağıl deməkdir. Mən sana sual verirəm. Niyə ceyranın balası anadan olan kimi qaça bilir? Yer üzünün əşrəfi olan otura bilir. Çünki onun Bəli, o ot otlayır, o da torpaqda olur o yod.
Günəş dəyən kimi o buxarlanır, Ha, bax Xəzər dənizində olan yod heç harda yoxdur. Bizdə yod çatışmamazlığı olmamalıdır. Amma Xəzər dənizinə mikroskopda baxsaq, üstündə nazik bir pərdə var, gözlə görünmür. O neft pərdəsidir. Qoymur o buxarlanmağa o yod. Gərək o ləpə vursun, ləpə qırılsın, arasından yod çıxsın. O da sana çatacaq, ona çatacaq, mənə çatmır. Başa düşdün? Yod xanım, and olsun Allah deyirəm, 10 dənə xəstəliyi öyrəniblər. 2023-cü ildən, 2013-cü ildən 2021-ci ilə qədər Amerika alimləri. Gör nəyi öyrəniblər? Görmə. Niyə görməni? Orada 3 cür nə var? Pigment ifraz olunur gözdən. Eritralava, xloralava, yodolava. Xloralava, xlor çatışmamazlığı olanmaz. Eritrosit çatışmamazlığı olanmaz. Xlorid, natri xlor duz qəbul edirik. Mədəmiz xlorid turşusu ifraz edirik. Xlor çatışmamazlığı olanmaz. Amma yodu xaricdən alır. Yod çatışmamazlığı ola bilər. Və ondan da görmə. Anadan gəlmə uşaqlar açqı taxır. Anadan gəlmə uşaqlar. Bunların hamısını niyə Avropaya get? Nə hündürlükdə insanlar var? Hani hamımız bürüşük. Cırlaşma gedir. Sen bu baxda küçədə görən qızlarımıza onun nə ana olacaq? Ondan nə üzr istəyirəm. Kişilərimizə bax, balaca boy, nə bilim. Mən elə istəmirəm, xalqımı elə görmək istəmirəm. Ona görə vəsiyyətiniz odur? Ha? Ona görə vəsiyyətiniz odur? Bəli, vəsiyyətim odur ki, odur. Yalvarıram bu millətə. Vəsiyyət edirəm. O yodu gətirdilib. Onda nə tər gəlib? Mənim tələbəm Sankt-Peterburqda işləyir. Orada işləyib, heç mən bilməmişəm. Orada alimlərlə işləyir. O da fizyologdur orada. Burada mediusluq qutarıb oraya gelib, Rus sektorunu. Bircə dəfə dərs demişəm, bircə dəfə. Bu da orada sən demə mənə baxırmış zadda. Bu alimlər deyir, kimdir, nəyə baxsan? Deyir, nə deyir o? Deyir ki, yod belədir. Yadar, deyir, düz deyir də. Bu harada soruş? Onunla, internetlə zaten mənlə telefonumu aldı, adda bir qardı. Nədir? Rəşid müəllim, bax, o yodun hakimi alıb dedim ki, Şveysariya alimlər, Şveysariya ilə əlaqə saxlayıb. O, Ruslar əlaqə saxladı. Onlar dedi ki, köpüyü olan şey deyil, iyonlaşmış yod. Onu gətirdilər, bütün xarici ölkələr, hamısını. Onu düzəldiblər. İçməli su deyir, putulkadan olmalıdır. Şüşə. Kim? Şüşəli putulkadan. Xaricilər. O şüşəli putulkanda alimlər deyir ki, suyumuzda yod yoxdur, çatmır. Bu qədər yod damızdırmalısan bura. O iyonlaşmış yod, ha. O buraya sürtülən yod yox, o kali yoda. Səncə sularına qatıb bizi bitər eləyəcəklər. İyonlaşmış yod başqa yoddur, dostlar. Ay, başqa yod, hə. Deməli, iyonlaşmış yod başqadır. Belə də şey zəhərləyər, o kali yodatıdır. O gündə 4 damcı içməlisən. İnanırsan, boylu puxunlu, ağıllı, savadlı, inkişaf etmiş adam olacaq. Bax, evlatlarımıza verin. Mən heç cəhənnəm bizim nə gün gördük.